Səsi yaxşı olsun, özü həmişə el içində, cəmaət içində hörmətli olsun. Mən həmişə mən uşaq olanda da mən bu sözlər qulağımdaydı. Anam bir dağ enən deyil, anam bir dağ enən deyil, ana duymaya neler değil. Ona kıymak hüner değil. Vallahi mən Zümrüt xanım həmişə o şeylərdən qaçmışam. Allah haqqı o ki nəsə şey olmasın da danışmayayım, eləməyim, amma valideyn mövzusu mənim üçün həmişə ən həssas mövzu olub, ailə. O şeylər də həmişə mənim üçün elə bil həmişə o mənim elə bir ki getdiyim yolda, nə bilim hardasa elə bir ki gözümün qarşısında olur, başımın üstündə olur ki, mən o şeylər yadımdan çıxmasın. Ona qurban mənəm axı, qapısını döymə dünya, yalanama dəymə dünya. Valideynlərdən söz düşəndə hisslərini gizlətməyən Mirələm uşaqlıq illərinin ağırlığından şikayətlənmir.